Video başlamazdan əvvəl onu demək istəyirəm ki, Telegram qrupumuzun linki həm TikTokda, həm də Instagram səhifəmizin profil hissəsində qeyd olunub. Instagram və TikTok videolarında özüm qısa danışıram ki və videoları tez-tez kəsirəm ki, video bacardığım qədər qısa olsun və daha çox kəşfətə düşsün. İndi isə keçək videomuza. Bu gün səhər Telegram qrupumda paylaşdım, amma özüm girmədiyim. İşləmimiz Avro GBP idi. Görərik ki, net bir flowumuz yoxdur. Yəni hal-hazırda belə davam eləyir. Amma bizə bu lazım deyil. Biz burada baxış bucağımızı dəyişdiririk. Necə? Qrafikə diqqətlə baxsaq görərik ki, burada 1, 2, 3, 4 dənə direnc yerimiz var bizim. Asiya açıldı. Asiya çox həcmsiz açıldı. Asiyanın bizə verdiyi bu hərəkət bizə heç bir şey demirdi. Daha sonra biz Frankfurtu gözlədik. Frankfurt açıldı. Yenə Frankfurtda bir mənasız bir şan var idi. Belə hərəkət eləyir. Bizə bunlar lazım deyil. Bizə lazımdır net bir konfirm olan, istiqamət olan işləmlər lazımdır. Bizim burada bir direnç səviyyəmiz vardı sol tərəfdə. Bunların hamısını aldıqdan sonra 1, 2, 3 bunların hamısını aldıqdan sonra ən axırıncı bu fraktal qalmışdı. Bir gündə bunu bu qədər artmaq ehtimalı çox azdır. Açıldı burada 1 saatlıq. Burada bizim fraktalımızı aldı. Altında qapanış elədi və növbət gəldi burada FVG-ni resiplərdə manipulyasiya nöqtəmizdən bizim fraktalımızdır. Take profit qoyacaqdım məntiqlə London Love-na. Elə oranı da işarələmişdim. Take profitdə elə tam ora qədər gedib karlar eləyir. Dedim ki, mən bu işləmə girmədim, amma qrupda paylaşdım. Əminəm ki, girənlər olub. Qrupumuza gəlməyi unutmayın. Hələlik.